İlk dəfədir gedirəm. Xabarovskdan gəlmişəm. Çox heyecanlıyam. Mənim artıq 5-ci dəfəmdir mən bu ziyarətə gedirəm və Çox heyecanlıyam. Marneuli mərkəzi Həzrət İmam Əli Əleyhissalam məscidinin təşkilatçılığı ilə 100-ə yaxın zəvvar 25 iyul günorta saatlarında İraqın Kərbəla şəhərinə doğru İslam Peyğəmbərinin əziz nəvəsi İmam Hüseynin 40 mərasimi münasibəti ilə keçirilən Ərbəyin ziyarəti məqsədi ilə yola düşüb. 2 avtobusdan ibarət zəvvar qruplarından biri qadınlardan, digəri isə kişilərdən ibarət olub. Ziyarətgah torpaqlarına üz tutan zəvvarlar arasında gənclər üstünlük təşkil etsə də, ağsaqqal və ağbirçək zəvvarların da sayı az olmayıb. Səfərdən öncə açıqlama verən qrup təşkilatçısı İmam Cümə Hacı Hacıyev zəvvarların Ərbəyin ziyarətindən avqust ayının 10-unda geri qayıdacaqlarını bildirib. 2015-ci ildən başlayaraq eşq karvanı hər il Kərbəla səmtinə tərəf Ərbəyin ziyarətinə yola düşür və inşallah biz bu il yenə 2 avtobus, təqribən 45-50 nəfərə yaxın qadın və qalanın kişi, 100 nəfər civarında zəvvar inşallah bir saata hərəkət edəcək eşq diyarına. Allahın izni ilə inşallah avqust ayının 9-u 10-u arası inşallah gözəl cənnət sayılan Gülşəmizə, vətənimizə inşallah dönmək ümidi ilə. Ümumiyyətlə Gürcüstandan təqribən bu il 10 avtobus müxtəlif məntəqələrdən Kərbəlaya yola düşür və təqribən bir 55-60 nəfərə yaxında inşallah samalyotla ayın 31-də hərəkət edəcəklər. Allah hamısını qəbul eləsin. Kərbəlaya yola düşən zəvvarlar böyük sevinç yaşadıqlarını bildirib və təəssüratlarını kameralar qarşısında bölüşüblər. İlk səfərinə çıxıq Allah inşallah. Gedənlərə nəsib eləsin, getmənlərə nəsib eləsin inşallah. Allah elimiz, obamız qorusun, Gürcüstanımızı qorusun inşallah. Bildiyimiz kimi Ərbəyin ziyarətinə gedirik. İmam Hüseyin zəvvarıyıq. İmam Əli məscidindən yola düşürük. İnşallah Allah hamının ziyarətini qəbul eləsin. Sağ-salamat gedib gələk inşallah. Çox heyecanlıyam. bugün çox şükürlər olsun ki, bizlərə nəsib oldu bu müqəddəs səfərə yola çıxmaq və bu gün mənim artıq 5-ci dəfəmdir mən bu ziyarətə gedirəm və hər dəfəsində sanki elə hiss eləyirəm ki, birinci dəfədir bu ziyarətə gedirəm. Çünki bu ziyarət elə bir ziyarətdir ki, insan bir dəfə gedəndən sonra artıq hər il getmək istəyir, qəlbi dayanmır. Çox şükür olsun, bu il də bizlərə nəsib oldu bu ziyarətə getmək və hər kəsdən inşallah Allah ali dərəcədə qəbul eləsin. İlk dəfədir gedirəm, Xabarovskdan gəlmişəm. Çox heyecanlıyam. Çox şükür ki, mənə nəsib oldu. Qeyd edək ki, eyni vaxtda Gürcüstan Əhlibeyt Cəmiyyətinin 114 nəfərdən ibarət zəvvar qrupu da 2 avtobusla Kərbəlaya yola düşüb. Səfərdən əvvəl ilahiyyatçı Elçin Daşdanov zəvvarlara səfər zamanı riayət edilməli mənəvi və əxlaqi prinsipləri xatırladıb, tövsiyələrini verib. Həmçinin Ərbəyin ziyarətinin mahiyyəti və əhəmiyyəti barədə danışıb. Bundan əlavə Qardabali Marağa məscidi və Soğanlıq Əhlibeyt məscidi, həmçinin Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin təşkilatçılığı ilə ayrı-ayrılıqda yüzlərlə zəvvar bu günlərdə Gürcüstandan İraqın Kərbəla şəhərinə səfər edib. Məlumat üçün bildirək ki, Ərbəyin İmam Hüseynin şəhadətindən 40 gün keçdiyini qeyd edən İslam dünyasının ən böyük piyada yürüşüdür. Hər il milyonlarla zəvvar Nəcəfdən Kərbəlaya qədər olan 80 kilometrlik yolu piyada qət edərək İmam Hüseynin hərəmini ziyarət edir. Könüllülər isə onlara yol boyu xidmət göstərirlər. 2025-ci ilin rəsmi statistikasına görə Ərbəyində ümumilikdə 21 milyon 103 min 524 nəfər iştirak edib.